Bizdən istəyir ki, nə zaman başa düşəcəksən, Muxtar nə istəyir? Cümləsi ilə bağlı səhv fikirləri deyir, müəyyənləşdirin. Komponentləri bərabər hüquqludur. Təbii ki, biz bilirik ki, bərabər hüquqluluq o deməkdir ki, bu cümlə tabesiz mürəkkəb cümlə olmalıdır. Amma bizim bu cümləmiz tabesiz yox, tabeli mürəkkəb cümlədir. Hardan bilirik? Çünki baş və budaq cümləmiz var. Nə zaman başa düşəcəksən? Yəni nəyi? Bizim bax bu nə zaman başa düşəcəksən ifadəsi suala cavab verir və yaxud da çıxarta bilir. Nə zaman başa düşəcəksən ki, Muxtar nə istəyir? Birinci tərəfimiz baş cümlə, ikinci tərəf budaq cümlə olduğu üçün biz buna heç vaxt deyə bilmərik ki, burada bu cümlənin arasında bərabər hüquqluluqdan istifadə olunub. Bir yanlışdır. Əsas cümlə əvvəl, aslı cümlə sonra işlərin tamamilə doğrudur. Çünki birinci tərəf sual doğura bilir. Nə zaman başa düşəcəksən? Yəni nəyi başa düşəcəksən? Cavab olaraq Muxtarın nə istədiyini. Komponentləri bağlayıcı söz vasitəsilə bağlanıb. Bu cümlənin komponentləri baxın nə ilə bağlanıbdır? İntonasiya ilə bağlanıbdır. Deyəcəksiniz ki, bəs müəllimə, siz deməmişdinizmi ki, nə zaman tipli sözlər sualdır da, sual əvəzlidir. Bu bağlayıcı söz sayılır. Razıyam sizdən uşaqlar. Bağlayıcı sözlər sual funksiyasını itirməlidir. Axı bu sual funksiyasını itirməyibdir. Nə zaman başa düşəcəksən? Sanki bizə konkret sual verir. Əgər bu belə olsaydı ki, mən nə zaman səninlə gəlirəmsə, o gün dalaşırıq. Bu şəkildə versəydi siz deyən olardı. Orada sual doğru. Amma burada konkret sual doğurur. Nə zaman başa düşəcəksən? Ona görə biz deyə bilmərik ki, yəni belə deyək, budaq cümlə baş cümləyə bağlayıcı söz vasitəsilə bağlanılır. Tamamilə yanlışdır. İntonasiya ilə yanlışımız 1-1-1-3. Hər iki komponent müəyyən şəxslidir, təbii ki, doğrudur. Buranın mübtədası səndir. İtirilibdir. Biz özümüz şəxs olduğuna görə bərpa edə bilirik. Burada isə mübtəda Muxtardır. Hər iki cümlənin xəbərləri nitq hissəsi ilə ifadə olunmuş nəqli cümlədir. Əla. Bura qədər doğrudur. Nitq hissəsi ilə ifadə olunmağa qədər. Çünki mənim xəbərimin ifadə olunub başa düşəcəksən adlı mürəkkəb feilindən doğrudur. Bir söz sayılır və nitq hissəsidir. Nə istəyir cümləsində isə istəyir sözü xəbərdir. Yenə də nitq hissəsidir. Səhv nədir? Nəqli cümlə olmağı. Çünki burada konkret budur. Nə zaman başa düşəcəksən? Muxtar nə istəyir? Sual cümləsidir bu. Ona görə nəqli cümlə olma məqamı isə yanlışdır. Cavabımız 1, 3, 5 B variantı.